Salam dəyərli izləyicilərimiz, hər vaxtınız xeyir. Bugün sizə çox əlim yandı, ucuz qiymətə bir 3 otaqlı şəxsi tikili həyət evi çəkib təqdim edirəm. Çəkişə başladıq evimizin qonaq otağından. Bu başdan deyim ki, nə əşya görsə hamısı qalacaq. Burada evin giriş qapısıdır, evimizin qonaq otağı. Tam cütdaşdır. Təmir əla boylarına qədər hamısı bahalı boylardır, sadə boylar deyil, kombi sistemlər çəkilib. Tam əşyalı, avangard lüstrlərinə qədər evin sahibəsi düz bir ay bundan qabaq mebelləri alıb, mebellərə 8.000 pul verib. Embabodu mebellərdir. Heç burada yaşamayıblar. Bax, belə bir iri qonaq otağıdır. Satılma səbəbini də deyim sizə, oğlu hamıya qismət eləsin. İngiltərəyə oxumağa gedir, düşüb pulluya, yəni çatdıra bilmir. Deyir ki, satıb uşağın təhsilini davam etdirəcəm, Allah qoysa. Döşəməsi gördüyünüz kimi taxta poldur, bütün əşyaları qarışıq satır. 3 sot torpaq üzərində tikilib evimiz, tam qoşadaş. Bu da ki, ikinci yataq otağıdır. Və burada iri bir mətbəxi. 3 sotda evin ümumi sahəsi 100 kvadratdır. Belə bir mətbəx. Burada mətbəx mebelinin arasının kafelərinə qədər vurulub. Çıxar evimizin çölünə indi. Bu da evimizin çöl hissəsidir. Yəni, biraz həyətində iş var. Bax, qapıdan solda evin hamamla ayaq yolsudur. Bütün aksesuarları qoyulub. Bir dənə qalıb həyətdə balaca iş gücünü görmək. Evin sol və sağında hadası 1,5 metrə yeri var. Bax, bu da həyətidir. Bir dənə qalıb darvaza, bir ki həyətin düzəldilməsi. 3 sotda 100 kvadrat. Bu da evimiz. Damız şifir paketdir. Yerləşmə yeri mən sizə göstərim. Bu Qobu qəsəbəsidir. Qobu qəsəbəsindən Güzdəyə gedəndə yoldan düz 100 metr aralı. Burada avtobus keçir. Düz 100 metriylə düşdüyün gəlgir evə. Sağda da ki burada Qobu qəsəbəsində Aynes'in yanındadır. Bura Aynes'dir. Aynes'in yanındadır. Sənət torpağın çıxarışıdır, kupçalıdır. Qiymət də çox münasib qiymətdir. Qiyməti 45.000 manat. Əlim yanda satır həqiqətən də. Yəni bu qiymətə bu boyda evi indi tikib yaratmaq mümkün deyil. Pəncərələrin dəmir işıqlarına qədər vurulub. Kim alsa Allah xeyir versin. Qiymət 45.000 manat.